Hoş gördük sizləri, əziz tamaşaçılar. Ekran qarşısında əyləşən bizim əzizlərimiz yenə də Ağadadaş Ağayev təqdim edir proqramının növbəti təqdimatında sizləri xoş gördük, xoş gəlmişsiniz. Həmişə həyatınız, ömrünüz musiqi dolu günlərlə keçsin. Ömrünüzü, həyatınızı hər zaman musiqi bəzəsin. Bir daha xoş gəlmişsiniz. Əlbəttə, bütün proqramlarda olduğu kimi bugün də yenə o ənənəmizə biz sadiq oluruq, sadiq qaldırıq. Baxmayaraq ki, artıq bizim verilişimizin bir ili tamam olmaq üzrədir. Ancaq biz bu ənənəni yaşatmışıq və bugün də ona sadiqik. Təbii ki, gözəl qonaqlarımızla yenə də sizlərin qarşısında olacağıq. Bu günlərdə mən istəyirəm ki, gözəl bir sənətkarımızı sizə təqdim edeyim. Ancaq o təqdimatı buradan oxuyacağım. Ona görə ki, istəyirəm o ifadələr olduğu kimi tamaşaçılarımıza çatdırım. Onun şaqraq səsində dağ havasının saflığını, dağ çaylarının şırıltısını, bulaqların həzin zümzüməsini duymaq olar. Ona qulaq asanda başı ağır pəhli, ətəyi zümrüd çəmənli dağlarımız yada düşür. İnsanın qəlbi vətən sevgisi, yüz həsrəti ilə alışıb yanır. Kimdir bu sənətkarımız? Dağlar oğlu, Məhəbbət Kazımov gəlir. Sizin alqışlar davam olsun. Alqışların sədaları altında Məhəbbət. Səni ürəyin istəyən yerə bir alaq. Harada ürəyin istəyir qardaş, əyləşəsən. Və bir sənətkarımızı da mən bugün bura dəvət eləmişəm. Onu xalq arasında Tom Kamaçı kimi tanıyırlar. O da bizim gözəl sənətkarımız, aktrisamız Naybə Allahverdiyevadır. Gürültülü alqışlarla Naybə xanımı da bura dəvət eləyək. Təbii ki, tamaşaçıların alqışları sənət adamı üçün ən böyük sevgidir, məhəbbətdir, töhfədir. İndi soruşmaq istəyirəm sizin huzurunuzda, Məhəbbət qardaşdan da, Naybə bacımızdan da, sənətkarlarımızdan da necəsiz? Əhval-ruhiyyə nə yerdədir? Təbii ki, yaxşıyam. Çünki bugün gözəl xalqımızla görüşürük və bu günləri mən sizin verilişinizdəyəm. Mən sizin verilişinizin pərəstişkarlarından biriyəm. Nəyə görə deyirəm? Verilişlərimiz təbii ki, çoxdur. Amma ilk növbədə ona görə ki, mən sizin sənətinizi sevirəm. Təşəkkür edirəm. Həqiqətən bu belədir və xahiş edirəm bir alqışlar gəlsin. Sağ olun. Çünki mənim şəxsən özümün sizin kimi sənətkarlara çox böyük ehtiyacımız var bizim bu günləri. Düzmü deyirəm? Düzmü deyirəm? Çox təşəkkür edirəm, sağ olun. Bəli, və ona görə də mən yaxşıyam. Naybə xanım, çox sağ olun, çox gözəl dediniz. Əvvəla, bütün bizi seyr eləyən tamaşaçıları alqışlayıram, bağrıma basıram və deyirəm ki, Ağadadaş müəllim, var olasan. Niyə deyirəm var olasan? Əvvəla, ona görə deyirəm var olasan ki, xalqımızın, Azərbaycanımızın, nəinki Azərbaycanımızın hüdudlarında sevilən, seçilən bir sənətçi, mənim gənclik dostum, mənim gənclik yadigarım, belə deyək, mənim gözümü açıb kimləri gördüyüm böyük sənətçiləri öz yerində, bizim pokoleniya deyirik. Biz eyni vaxtda gəldiyimiz üçün bir-birimizə daha doğmayıq, daha yaxınıq. Mən elə görürəm, mən elə görürəm. Təşəkkür edirəm. Deyirəm, sənətkar həyatında elə bir əsərlər olur ki, musiqilər olur ki, istər aktyor sənətində, istər müğənnilik sənətində, o yaradıcılıqda bir dönüm nöqtəsi olur. Hansı musiqi olub, hansı əsər olub, hansı tamaşa olub, siz onunla o dönüş nöqtəsini qoymusunuz sənət yolunda? Hər bir musiqiçinin, hər bir müğənninin, hər bir aktrisanın, aktyorun, o bizdə belə, el dilində belə deyirlər, deyir bir şillə vardı, bundan da talihi həll oldu, yəni bu sənətçinin. Mənim talihimdə Məmməd Arazın sözlərinə yazılmış mahnı, bu sevgidə kim uduzdu, kim uddu, mahnısı ilə mən gəlmişim. Tamamilə düzdür, tamamilə düzdür. Elə mənim də yadımda elə qalır Məhəbbət. Alqışlarımız davam eləsin Məhəbbətin ünvanına. Yeri gəlmişkən deyirəm Məhəbbət, yeri gəlmişkən mahnıda belə deyilib, bu oyunda kim uduzdu, kim uddu. Bu ömür yolunda, yaradıcılıq yoldur. Bu yola nəzər salanda Məhəbbət Kazımov udub yoxsa uduzub?
mən deyim onun əvəzində. Olar bu Olar deyim. təbii ki Mənə elə gəlir ki, mən Məhəbbət müəllimdən üzr istəyirəm. Nəsə bu mənim içimdən gəldi, ona görə demək istəyirəm. Mənə elə gəlir ki, Məhəbbət müəllim udubdur. Çünki bu qədər, yəni gör neçə illərdir sənətdədir Məhəbbət müəllim və bu qədər tamaşaçı sevgisi qazanan bir sənətçi. o sevgini qazanan adam heç vaxt uduza bilməz. Çox sağ olun, təşəkkürlər. Çətinliklərə baxmayaraq. İndi o təvazökarlıq eləyir demir. Sağ olun ki siz dediniz və biz də onu da belə qeyd eləyəcəyik. Bir halda ki söhbət bizim əzizimiz Məhəbbətdən gedir. Mən o elə Dağlar oğlun elə belə demədim. İndi elə bir mahnı ola bilərmi ki, yenə də o dağların o səsini eşidək sənin səsində. Mən istərdim ki, Dağlar oğlunun səsini eşidək gözəl bir mahnı ilə. Alqışlar gəlsin və bir mahnı eşidək Məhəbbət qardaşımızdan. Çox təşəkkür edirəm. Əl çalanlarınız var olsun. Bütün tamaşaçılara deyirəm ki, həmişə musiqiyə qulaq asasınız. Qardaş elə bil ki, məni köhləyirsən oxumağa. Tam fikrim başqa idi ki, başqa bir mahnı ilə başlayam. Ancaq istəyərdim elə o dağlar haqqında bizim gözəl şairimiz Zahir Abbas yazıbdır. Bu gecə yurduma qayıdacağam. Elə o muğamla başlayayım, ardından da gələcək hələlik. Əla, əla. Alqışlar gəlsin, görək nə olur. Saçıma salan dəlləm bezmişəm. Bu saxta yağışdan çəlləm bezmişəm. Ayağa da daş mənim, özüm özümdən məndən bezmişəm. Özüm özümdən məndən bezmişəm. Gece bu geceyi yurduma qayıdacağım. Dağlar dağımdı oy oy. Dağlar dağımdı oy oy. Gəm ortağımdı oy oy. Dindirme, kanat
yaman çağımdı oy oy, yaman çağımdı oy oy. Əzzinəm budaq ilə, gül sınar budaq ilə. Sizə yaxşı deməzlər, mən ölsəm, vətən həsrət ilə mən ölsəm, Qarabağ həsrət ilə mən ölsəm, Zəngəzurumun, Göyçəmin, Təbrizimin həsrət ilə.